Ehtimal, Mənlə hansı? ehtimal keçəcəm. Qoy, Hı hı. ehtimal asandır, ona görə rahat işləyərik. Deməli, ehtimal bizdə nədir? Aha, ehtimal bizdə nədir? Ehtimaldan əvvəl, uşaqlar, var bizdə faktorial. Görək faktorial nədir? Faktorial bizdə odur ki, faktorial bizdə, məsəl üçün, deyək ki, 3 faktorial. 3 faktorial bizdə 1 vurulsun, 2 vurulsun, 3'dür. 5 faktorial bizdə 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun, 5'dir. 3 faktorial olacaq 6, 5 faktorial olacaq 120. Məsəl üçün 10 faktorial deyəndə birdən ta 10'a qədər ədədlərin hasilidir. Nəyi başa düşməsəz deyin, izah edeyim. İndi baxın uşaqlar. Tutaq ki yazıram 5 faktorialı, düzdürmü? Mən 5 faktorialı müxtəlif üsullarda yaza bilərəm. Bir belə yaza bilərəm. 5 faktorial kimi. Bir də necə yaza bilərəm? Bax, 1-dən 4'ə qədər ədədlərin hasili nə verir? 4 faktorial vermir. Yaza bilərəm 4 faktorial vurulsun 5 kimi. Sonra, məsəl üçün belə də yaza bilərəm. 1-dən 3'ə qədər ədədlərin hasili 3 faktorialdır. Sonra 4'dür, sonra 5'dir. Bunu bu formada yaza bilərəm. Bunu bu formada yazıb göstərə bilərəm. İndi məsəl üçün 7 faktorialı necə yaza bilərəm? Yaza bilərəm 6 faktorial vurulsun 7 kimi. Sonra 7 faktorial yaza bilərəm 5 faktorial vurulsun 6 vurulsun 7 kimi. Bu formada yazıb göstərə bilərəm. Bu oldu bizdə faktorial. Bəs deyə bilərsiniz müəllim, biz bu faktorialı harda istifadə edirik? Nəyin hesablanmasında istifadə edirik? Biz bu faktorialı məsələlərdə istifadə edirik. Nə cür məsələlərdə? Gəl baxaq. Bir də yadınızda saxlayın, 0 faktorial bizdə 1 deməkdir. Nə cür məsələlərdə istifadə edirik? Biz faktorialı. Məsəl üçün deyirəm ki, e, tutaq ki, deyirəm ki, 4 dənə kitabım var. Fizika kitabım, riyaziyyat kitabım, İngilis dili, biyologiya. İndi deyirəm bu kitabları məsəl üçün bax düzmüşəm. Fizika, riyaziyyat, İngilis dili, biyologiya. Bunu sonra deyirəm neçə müxtəlif üsulda düzə bilərəm. Neçə müxtəlif üsulda düzə bilərəm deyəndə biz bunu yazacağıq 4 faktorialla. 4 faktorial olacaq bizdə. 4 faktorial olacaq bizdə. 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4. Bu da olacaq bizdə 6, 24. Deməli 4 dənə kitabı 4 dənə kitabı 4 fərqli üsulda düzə bilərəm. Deməli, 4 kitabı 24 fərqli üsulda düzə bilərəm. Bu oldu bizdə faktorialın tətbiqi, belə deyək. İndi məsəl üçün, burada bizdə faktoriala uyğun olaraq bayaq ki, bir neçə qeyd yazıblar. Məsələn, n faktorial bizdə bərabərdir. N çıx 1 faktorial vur n. Bu bayaq mən dediyim kimidir. 10 faktorial bizdə bərabərdir. 10 vurulsun 9 faktoriala. Məsələn, 10 faktorial bizdə bərabərdir. 8 faktorial vur, 9 vurulsun 10'a. Bunu bu formada yazıb göstərmək olar. Gəlin indi test toplusundan da izahlar verim. Lap təzə nəşrdən izahlar verirəm. Onsuz ki, suallar eynidir. Təzə nəşrdən izahlar verəcəm. Suallar eynidir. Məsəl üçün, tutaq ki, yazıram. 3'ü, üçüncü sualı. Deyir ki, 9 faktorial
Aşağıda da 5 faktorial vurulsun 4 faktorial bərabərdir. 9 faktorial belə yazıram. 5 faktorial vurulsun 6 vur, 7 vur, 8 vur, 9'a. 5 faktorialda adı yazdım. 5 faktorialların ixtisar getdi. Vurulsun 4 faktorial. 4 faktorial nə deməkdir? 24 deməkdir. 24 ilə bu ixtisar getdi. Burada 4 qaldı. 4 ilə də bu ixtisar getdi. 2. 2'ni 9'a vururam. 18. 18 də 7'ye vurub qiymətimizi tapıram. 18'i də 7'ye vuranda 126. Sonra 10 faktorial yazıram. 8 faktorial vurulsun 9 vurulsun 10 kimi. Aşağıda da 8 faktorial ixtisar getdi. Bunlar ixtisar getdi. Bundan bu getdi. 5. 5 də 9'a vurulanda 45. Cavab elədi 45. İndi 7'də baxaq. 7'də nədir? M faktorialı, M plus 1 faktorialı yaza bilərəmmi? Özündən bir əvvəlki faktorial bu M faktorialdır. Vurulsun M plus 1. Bərabərdir 5'də 1'ə. Burada M faktoriallarım ixtisar getdi. M'im də 10, M plus 1'im də 5'ə bərabərdir. M'im də onda bərabərdir 4'ə. Sonra ne bileyim bunlar eyni şeylerdi. Bunları yazarsınız da bunlar da hesaplanasıdır. Bunları hesaplayarsınız. Keçək dərsimizə. Dərsimizdə indi permütasiya yer dəyişmə. Bu nə deməkdir? Bu elə bizdə faktorial deməkdir. Məsəl üçün tutaq ki deyirəm ki 4 dənə elementli çoxluqdur. Bunun neçə dənə bərabər çoxluğu ola bilər? Məsəl üçün bax 3 dənə elementli ABC-dır. Bunu deyirəm neçə dənə bərabər şey ola bilər, çoxluğu ola bilər. Olacaq ABC, BAC, CAB. Sonra ACB, BC, CB. Gördün? Bu da elə bil bizdə 3 faktorial deməkdir. Permütasiya yer dəyişməni belə yazıram. N. Məsələn, permütasiya təkcə 5 yazanda bu bizdə 5 faktorial deməkdir. İndi bunu belə yazırlar. Belə yazırlar kitablarda. Permütasiya 5'dən 5. Permütasiya 5'dən 5 bu bizdə 5 faktorial deməkdir. Bunlar belə. Məsəl üçün deyirəm 5 kitabı rəfdə neçə müxtəlif üsulda düzmək olar? Bu 5 kitabı neçə müxtəlif üsulda düzmək olar? Bu 5 faktorialdır. 5 faktorialdır. Bunlar belə. İndi aranjman nədir? İndi bu aranjman istifadə olunmur. Necə? Bunun elə bil düzülüşü, yazılışı başqadır. Yazılışı bizdə P ilə yazırlar bunu. İndi mən buraya yazacağım, siz bura baxmayın. İndi bax, məsəl üçün deyirəm ki, indi deyirəm, tutaq ki, aha. İndi deyirəm, tutaq ki, hər hansı bir A çoxluğudur. Bunun A'dır, B'dır, C'dir, D'dir. D'dir. İndi deyirəm, 4 elementli çoxluqdan 2 elementli çoxluqları seçək, yazaq. Olacaq AB, AB. Yox, hələ A-nı yazıram. Ha, 2 elementli dedim, hə. AB, sonra olacaq AC, AD, sonra olacaq BC, BD. Sonra olacaq bizdə, bunları seçdim yazdım mı? Sonra CD olacaq. CD olacaq. AB, AC, AD, BC, BD. BD bir də CD. Bunları seçdim yazdım. Bir də uşaqlar, bunu belə də yaza bilərəm. Bax, deyirəm ki, tutaq ki, A elementinin 4 dənə, A çoxluğunun 4 elementi var. Buradakı elementlərdən istifadə edərək neçə dənə çoxluq yazmaq olar? Burada AB-ni də yaza bilərəm, BA-nı da. Burada AC-ni də yaza bilərəm, AC-ni də, CA-nı da. DA-nı da yaza bilərəm, AD-ni də yaza bilərəm, DA-nı da yaza bilərəm. Sonra BC-ni də yaza bilərəm, CB-ni də yaza bilərəm. DB-ni də yaza bilərəm, BD-ni də yaza bilərəm. DC-yi də yaza bilərəm, CD-yi də. Nə deməkdir? Yəni 4 dənədən 2 dənəsini seçirəm. Bunu mən belə yazıram. Permütasiya
4'dən 2. 4 dənə elementdən 2 dənəsini seçirəm. Burada bax görürsünüzmü? Yerləri dəyişik də ola bilər. Bax belə də ola bilər. Yerləri dəyişikdirsə, onda biz permütasiya ilə yazacağıq. Yazıram. Permütasiya 4'dən 2. O da olacaq bizdə. Permütasiya bu nədirsə 4 faktorial bölünsün. Bundan bunu çıxıram. 4'dən çıxacam 2'yi. 2 faktorialı. O da olacaq bizdə. 4 faktorial bölünsün 2 faktorial. Bərabərdir. 4 faktorial da bizdə nə deməkdir? 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 deməkdir. 2 faktorial da 1 vur 2. 1 vur 2'lər ixtisar getdi. 12 dənə. Deməli 12 dənə 1, 2, 3, 4, 5, 6. 6 dənəsi burada, 6 dənəsi də burada. Gördünüzmü? 6 dənə nə seçmək olar? Yeni bir çoxluq seçmək olar. Bu olacaq bizdə permütasiya. Bir də var bizdə uşaqlar kombinizon. Bax, permütasiya nə deməkdir? Bax, görürsənmi, bu çoxluqda həm AB-ni seçə bilərəm, həm BA-nı. Həm AC-ni seçə bilərəm, həm CA-nı. Yəni, bunların yerini dəyişəndə mənası da dəyişirsə, onda biz bir seçimi permütasiya ilə edirik. Yox, mənası dəyişmirsə, onda biz bunu edəcəyik kombinizonla. Kombinizon 4'dən 2. Məsəl üçün deyirəm 4 dənədən 2 dənəsini seç. Yazıram. Kombinizon 2 necədir? 4 faktorial bölünsün. 2 faktorial vurulsun. 2 faktorial. Bərabərdir. 4 faktorial da bizdə olacaq. 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4'dür. 2 faktorial 1 vurulsun 2'dir. Vurulsun, 1 vurulsun 2. Bunlar ixtisar getdi. Bundan bu getdi 2. 3'ü də 2'yə vuranda 6. Deməli, kombinizon 4'dən 2. Nəyə bərabərdir bizdə? 6'ya bərabərdir. Nə oldu bizdə? 6. İndi bax, 4 dənədən yalnız alt çoxluq seçirik. Axı biz deyirik, alt çoxluq bir AB olsun, bir BA ola bilməz axı. Başa düşdün? E, Burada yalnız bir dənə olur. Başa düşdünüzmü uşaqlar bunu? Bəli. Məsəl üçün, baxın, deyirəm 10 dənə şagirddir. Bu şagirddən 2 nəfər seçirəm. Bunun ikisi də növbətçi olsun. Növbətçi olanda, onda nə edirəm? İkisi də növbətçidir. Növbətçi. Bunların bir-birindən fərqi yoxdur. Onda mən bunu fərqi yoxdursa, kombinizonla seçəcəm. Kombinizonla. Deməli olacaq kombinizon 10'dan 2. O da olacaq bizdə 10 faktorial bölünsün. Bundan bunu çıxıram. 8 faktorial vurulsun 2 faktorial. Bərabərdir. 10 faktorial da bizdə nədir? 8 faktorial vurulsun 9 vurulsun 10. Burada 8 faktorial vurulsun 9 1 vurulsun 2. 2'lər də getdi. Bundan bu getdi 5. 5'i də buna vuranda 45. Qiymətim etdi 45. İndi yox desəm ki 10 nəfərdən 2 nəfər seçirəm. Biri növbətçi olsun. Növbətçi. Biri də onun köməkçisi. Axı burada bir səfər növbətçi olursan, bir səfər növbətçi köməkçisi. Burada bunların ikisi də bir-birindən fərqlidir. Ona görə biz bunu seçəcəyik permütasiya ilə. Permütasiya 10'dan 2. 10'dan 2 o da olacaq bizdə 90 dənə. Hesablayanda görərsiniz ki, o da edir bizdə 90 dənə. Aydındır? Bəli. İndi gəlin bunlara uyğun olaraq test nümunələrinə baxaq. Kombinizonun burada daha asan yazılma üsulları var. Məsəl üçün bizə verib ki, burada nümunələr var. Məsələn, deyir 5 rəsm əsərini divarda 3 yer olmaqla neçə müxtəlif üsulda düzmək olar. Bunu biz permütasiya ilə yazacağım. Permütasiya 5'dən 3. Çünki əsərlər axı müxtəlif olur. Müxtəlif ola bilər. İndi gəlin bunları nəysə şeydə baxaq. Burada baxaq. Deməli, biri necə həll edəcəm?
Permütasiya 5-dən 5. Bu 5-dən 5 elə bil 5 faktorial deməkdir. Vurulsun. Sonra permütasiya 5-dən 4. 5-dən 4-ü necə yazıram? 5 faktorial bölünsün. 5-dən 4-ü çıxıram. 1 faktorial vurulsun, bir də 4 faktorial. Yox, burada elə bir dənə 5-dən 4-ü çıxıram. Bu da 1 faktorialdır. O da bölünsündür. 5 faktorialda 5 faktoriala böləndə nə düşəcək? 1 düşəcək. Bir. Sonra 9 faktorial bizdə nədir? 9 faktorial. 4 faktorial vurulsun. 6 vur, 7 vur, 8 vur, 9. Bunlar ixtisar getdi. 4 faktorial bizdə 12, 24 edir. Bunlar da ixtisar gedir. Oradan da hesablayıb tapırsınız. Bax, bunu yazdım. Bunu niyə bir də yazdım? Permütasiya bu 7-dən 3. Bunu necə hesablayırıq? Permütaj 7 faktorial bölünsün 4 faktorial. 4 faktorial, bəli. Sonra kombinizon 6-dan 2-ni necə hesablayırıq Emil? Emil, Emil hardasan? Burada. Yatırdın elə bil. Hə, de görüm kombinizon 6-dan 2-ni necə hesablayarıq? Nətər hesablayar qaysı? 6 faktorial 6 faktorial bölünsün. Neynirəm? Bundan bunu çıxıram. 4 faktorial bir də vurulsun bu. 2 faktorial. Burada da bundan bunu yazaram. 4 faktorial vursun 5 vursun 6. Bunlar getdi. Bunu buna vururam. 24 30 bölünsün 2. O da bərabərdir 15'e. Qiymətim olacaq 15. Sonra 26. 26 asandır. 27 asandır. Başa düşdüyün hesablamağa Emil. Permütasiyada 6'dan 2 olsaydı 6 faktorial bölünsün. Bundan bunu çıxıram 4 faktorial. Elə belə də yazıram. Burada bunu da yazacağım. 4 faktorial vurulsun 2 faktorial. 2. Elə bil 6'nı yazıram. 4 faktorial vurulsun. 5 vurulsun 6 kimi. Bu da 4 faktorialdır. Bunlar da ixtisar getdi. Qaldı 30. Sonra 30'da nədir? Deyir ki 4 elementli neçə dənə alt çoxluğu var. Deməli, alt çoxluqda bizdə alt çoxluğu belə yazmaq olmazdı. Məsəl üçün AB yazasan, bir dənə də BA yazasan. Bu alt çoxluqda qəbul olunmaz. Ona görə mənaları yoxdur deyə, yalnız birini götürməliyik deyənə, onda biz bunu kombinzonla yazacağım. Kombinzon 10 dənədən 4 element seçirəm. 10 dənədən 4 dənə. Yazıram 10 faktorial bölünsün. Ondan 4 çıxanda 6 faktorial vursun 4 faktorial bərabərdir. Bunu da yazıram 6 faktorial vursun. B 7 8 9 10. Bunlar ixtisar getdi. 4 faktorial da bizdə 1 vur 2 vur 3 vur 4 deməkdir. 2-ni 4-ə vuranda 8 etdi. 8'lər getdi. 3 ilə 3 getdi. 3 qaldı. 3'ü 7'ye vuram. 21 21 də ona vuranda 210. Aydındır. Bəli. 32. 32'də bizdə necədir? Çevrə. 6 dənə düz xətt üzərindən neçə dənə düz xətt keçirtmək olar? Burada da bax çevrədə məsələn 6 nöqtədir də, düzdür? Məsəl üçün bir dənə belə düz xətt keçirdin. Da bunu belə də keçirsən eyni şeydir. Mənası yoxdur deyə ona görə kombinizon altdan 2 yazırıq. Amma desəm ki neçə vektor keçirdirəm. Vektor da bilirsiniz də A, B, C, D. AB vektoru ilə BA vektoru AB vektoru ilə BA vektoru tam fərqli bir şeydir. Belə olsa biz bunu permütasiya ilə seçməliyik.
Yox, adi və tər seç deyirsə, onda biz bunu kombinizonla seçəcəyik. Tamam mı? Tamam. Bu 37 bunlar lazım deyil. Sonra məsəl üçün 41-i deyirəm ki, buket düzəltmək üçün 8 dənə qırmızı gülüm var. Qırmızı gülüm 8 dənədir. Ağ çiçəyim 6 dənədir. Deyirəm buket düzəltmək üçün 6 dənəsini, 5 dənəsini seçirəm. Amma elə bil fərqli seçirəm. Üçünü qırmızıdan seçirəm. Burada gül-güldür də. Nə fərqi var ki? Ya bu gül oldu, ya bu gül oldu. Ona görə yazıram kombinizon. Bir dənə rənglər fərqlidir deyə ona görə ayrı-ayrı yazacağam. Kombinizon 8 dənədən 3 dənəsini qırmızıdan seçmişəm. Neçə dənə gülüm qaldı? 5 dənə seçməliyəm axı. İkisi qalıb. Onda 6-dan da ikisini seçirəm. Ağdan da 2 dənə seçirəm. Sonra bunları da vururam bir-birinə. Vurub oradan qiymətlərini tapacağam. Aydındır? Müəllim, indi 6-dan 3-ünü seçib 8-dən ikisini seçsək nə olardı? Yox, bizə nə deyir? Burada nə verib ki? Deyir ki, 3 dənə qırmızı seç. Hə, Başa verilənə görə yəni. Hə, Verilənə hə. görə seçirik. Yəni özümüzdən seçmirik. Sonra məsəl üçün bunlar heç bortadləri yazmırsınız. Bunlar bloka düşür. 47. 47-də nə deyir? Deyir 7 element olan çoxluğun alt çoxluqlarının Alt çoxluq. sayı. Kombinizonla alt çoxluğu kombinizonla seçirik də. 7-də deyir alt çoxluqlarının sayı. 7 dənə element olanın neçədən alt çoxluğu var? 2 üstü 7 dənə. Düzdür? Bunlardan yalnız 5 elementliləri elə bil 7 dənədən yalnız 5 dənəsini 5 elementli seçirəm deyənə bu kombinizon 7-dən 5 olacaq. Kombinizon 7-dən 5-də yazıram. 7 faktorial bölünsün 5 faktorial vurulsun 2 faktorial. Bunlar da gedir. 6 ilə 7 qalır. 6 ilə bu da getdi. 3, 21. Deməli 21 dənəsini seçə bilərəm. 21 dənəsini seçə bilərəm. 21 dənəsini seçirəm. Hə. Vəsə, bu da bu da bizdə şeydir. 2 üstü 7-dir. 2 üstü 7 bizdə. 2 üstü 7 bizdə. 2 üstü 7 bizdə şeydir. 128-dir də, düzdür? 128-dən də 121 çıxıram. Başa düşdünüz? Hı -hı. 51. Hə, bunları başa düşdün? Düşdünüz? Bəli. Baxın, bu riyaziyyat sözü 49-da. Deyir, riyaziyyat sözünü yerini dəyişdirməklə neçə fərqli söz yazmaq olar? Bu yerlərini dəyişdirməklə neçə fərqli söz deyəndə onu faktorialla yazırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yazıram 10 faktorial. Amma sadəcə burada eyni olan hərflər var. 2 dənə i var. Ona görə böləcəm 2 faktoriala. Sonra 2 dənə A var. Bir dənə də 2 faktoriala bölürəm. 2 dənə də Y var deyənə yenə 2 faktoriala bölürəm. 3 dənə y var. 3 dənə Y var. Hə, onda 3 Hı. faktoriala böləcəm. Vəsə, bunu da hesablayıb tapın. Görün. Hə. Başa düşdünüz? Orada t da var, z da var, r da var. Onlar hərəsindən bir dənədir. Məsəl üçün, bax, deyirəm, tutaq ki, anatır. Tutaq, deyirəm, bu sözlərdən neçə dənə müxtəlif söz yaratmaq olar? Deyirsən ki, 4 faktorial qədər. Əgər burada bir dənə A-da olsa, deyirsən onda 5 faktorial qədər yaratmaq olar. Amma 2 dənə A var. Elə bil A-nı əvvəldə də yazsan, tutaq sonda da yazsan. A A'dır da. Məna dəyişmir axı. Ona görə böləcəm bunu nəyə?
2 faktoriala. Yəni Başa bir dənə düşdünüzmü? olanlar olanlar. Bəli. Eyni olanı da bölürük. Sonra 51'de Hyundai, Audi, Opel, Toyota, Nissan, Mitsubishi 1, 2, 3, 4, 5, 6. Bunu 6 faktoryal yazırsan o da 720 eləyir. Aydındır mı? Sonra Bəli. permütasiya x-dan 2 bərabərdir kombinizon 6'dan 3. Bunu da necə yazaram? Yazaram x faktoryal bölünsün x-dan 2 faktoryal bərabərdir 6 faktoryal bölünsün 3 faktoryal. Bir də vurulsun 3 faktoryal. Bu da 3 faktoryal vurulsun 4 vur 5 vur 6'dır. Bunlar getdi. 6 ilə 6 getdi. 20 edəcək. Bunu yazıram. X çıx 2 faktoryal vurulsun x çıx 1 vurulsun x kimi. Bunlar da ixtisar gedir. Qalacaq x çıx 1 vur x bərabərdir 20'yə. Bu da 5'dir də. X 5'dir. Все. Aydındır. Bəli. Bunlar heç. Məsəl üçün, bax deyir, e, turizm şirkətində 8 nəfərlik bələdçi heyətindən 3 nəfəri Şuşaya, sonra isə qalanları 2 nəfər Qəbələyə göndərmək üçün deməli 8 nəfər bələdçidən 3 nəfəri Şuşaya, sonra isə qalanını. Elə bil 8-dən 3 nəfər seçirəm. Kombinzon 8'den 3. Sonra ne kadar kaldı? Üçünü seçtim. 5 kaldı da. Bu da olacaq 5'ten ikisini də Qəbələyə gönderdim. Qəbələyə göndermək üçün. Bunları da ne edəcəm? Toplayacağım. Aydındır. Hı -hı. Qaran qalmadı. Xeyr. Bunlar bu formada. Bunlar belə. Məsəl üçün, bax, 59 tip sualları necə yazıram? 59 tip sualları necə yazıram? Onu necə yazıram? Burada deyən uşaqlar deyəsən bunu. Burada toplama yox, bunları vurursan. Vurursan. Elə bil vurub hesablayırsan. Bunu hesablayanda 56 eləyir. Bunu da hesablayanda 10 eləyir. 56'nı da ona vuranda 560. 560 dənə seçim olur cəmi. Başa düşdünmü? Başa düşdünüzmü? Bəli. Məsələn 59'a baxaq. 59'da bizdə 59'da bizdə. Bax belə yazaram. Deyir ki, bu rəqəmlərlə istifadə etməklə neçə dənə cüt rəqəmi ilə başlayan və rəqəmləri təkrarlanmayan 4 rəqəmli tək ədəd yazmaq olar. Ümumiyyətcə, gəlin bunlara uyğun olaraq hələ birinci bir neçə nümunə yazım. Bax, tutaq ki, heç 0 yoxdur. İndi deyirəm 1, 2, 3, 4, 5, 6, 7 rəqəmindən istifadə etməklə neçə 3 rəqəmli ədəd yazmaq olar? Onda nə edirsən? Bunu belə yazırsan. 3 rəqəmlidir, düzdürmü? 3 rəqəmli. İndi bunu bu formada yazsan daha asan da olur. 7 dənə rəqəmdir. Deyirəm ki, rəqəmlər təkrarlanmasın. Yəni bir rəqəmdən 2 səfər istifadə etməyək. Onda necə olacaq? Onda olacaq bizdə 7 vurulsun, 6 vurulsun 5 kimi. O da olacaq 210 dənə. Bu bir. Elə bil ki, rəqəmlər nə olur bizdə? Rəqəmlər təkrarlanmır. Bir rəqəmdən bir səfər istifadə edirsən. Yox, əgər təkrarlanan olsa, onda yazıram 7 vurulsun, 7 vurulsun 7. Bu da 343 dənə.
Təkrarlanmasa bu qədərdir, təkrarlansa bu qədər. İndi deyirəm, məsəl üçün, tutaq ki, 4 rəqəmli olsun. 7 dənə rəqəm deyil. Deməli, burada 4 dənə yer var, düzdür? Burada 7 dənədir. 7 dənə. 7 dənə rəqəm. Bu 7 dənə rəqəmin, 7 dənə rəqəmin 7-sini də bura yaza bilərsən. Axı birini yazdın, rəqəm təkrarlanmır. 6 dənə yazırsan bura. Bura 5 dənə, bura 4 dənə. Vəsə, bu da olacaq 4. Neçə dənə 4 rəqəmli yaza bilərsən, o qədər. Yox desəm əgər, 0 da olsun. Təsəvvür edin, axı 0-la rəqəm başlamır. 0-la rəqəm başlamır, deyirəm 3 rəqəmli olsun. 0-la rəqəm başlamadığına görə 8 dənə rəqəmdir. Amma biz birinci yerə 7-sini yaza bilərik. Yenə 8 dənənin bir dənəsini yazdım. Yerdə qaldı 7 dənə. 7 dənənin bir dənəsini də yazdım. Yerdə qaldı 6 dənə. İndi məsəl üçün deyirəm ki, tutaq ki, bu rəqəmlərdən istifadə edərək cüt rəqəm. Neçə cüt rəqəm olsun? Cüt rəqəm deyəndə neçə dənə cüt var? 1, 2, 3, 4. Deməli, son rəqəm bu 4 dənə rəqəmlə bitə bilər. Yalnız bunlarla bitə bilər. 8 dənə rəqəmin birini yazdım. Birini yazdım. Qaldı 7-si. Birinci yerə daxı 0 yaza bilmərəm. Ona görə birinci yerə 6 dənə yazıram. 7 dənə, 8 dənə rəqəmdir. Birini yazmışam bura, birini yazmışam bura. Yerdə qalıb yenə 6 dənəsi. Bir belə də cüt rəqəm yaza bilərəm. Başa düşdünüz? Bəli. Bunlar belə. Bunlar belə. Sonra 61. Emil bunlar deyir, yan-yana durub şəkil çəkdirməlidir. Bunlar heç bir şərtsiz şəkil çəkdirsə 6, 7 nəfərdir. Bunlar 7 faktorial formasında olmalıdır. Heç bir şərtsiz, amma bizə şərt verib. Yusif, Əli, Bilal yan-yana olsun. Yusif, Əli, Bilal yan-yana olsa, Yusif, Əli, Bilal. Elə bil bunlar bir nəfər kimidir. Hara getsələr bu üçü eyni getməlidir. Ona görə 1, 2, 3, 4, birdən də bu 3 nəfər, o da olacaq 5 faktorial. Bir də Əli, Bilal, Yusif bunlar da öz aralarında yerlərini dəyişdirə bilər deyə. Bu da olacaq 3 faktorial. Başa düşdünüz? Bunlar belə. Hmm. Siyah, bundan 100 dənəsini yazırsınız. O arada binomial açılışlar falan var, onları yazmazsınız. 100 dənəsini yazarsınız. Yaxşı. Yəni, Emil, aha, gedək. Emil, sən birazdan sənə yenə atacağam. Sən o sınaqlarına baxarıq. Sınaqlarına baxarıq. Ayşə, bir 5 dəqiqədən sonra da